Mövcud yağış sularının axıdılması sistemi müasir iqlim çağırışlarına tam cavab verə bilmədi. Bunu Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov aprelin 15-16-sında paytaxtda yağan güclü leysandan sonraki vəziyyəti şərh edərkən deyib. Leysan barədə əvvəldən xəbərdarlıq almışdır, lakin mövcud yağış sularının axıdılması sistemi müasir iqlim çağırışlarına tam cavab verə bilmədi. Nasos stansiyaları həddindən artıq yüklənmiş, boru xətləri isə artıq zəruri ötürücülük qabiliyyətini itirmişdi. Bu isə onu göstərir ki, şəhər infrastrukturu ilk növbədə kanalizasiya sistemi yeni yanaşmaları zəruridir deyə Eldar Əzizov qeyd edib. O xatırladıb ki, ötən ilin oktyabr ayında baş vermiş təbii fəlakətdən dərhal sonra məsul və adiyyəti qurumların rəhbərləri ilə operativ şəkildə görüş keçirilib. Bir müddət öncə isə Bakı şəhər İcra Hakimiyyətinin sorğusuna cavab olaraq Azərbaycan Su Ehtiyatları Dövlət Agentliyi nəzdində fəaliyyət göstərən iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat verib ki, artıq paytaxtın yağış sularının axıdılması sisteminin müasirləşdirməsi ilə bağlı zəruri layihənin hazırlanmasına başlanılıb. İlkin qiymətləndirmələrə əsasən bu proqramın icrası azı 2 il davam edəcək. Eldar Əzizov əlavə edib ki, mövcud mühəndis kommunikasiya sistemi bir vaxtlar ərazidə yerləşən kiçik yaşayış evləri üçün nəzərdə tutulmuşdu. Halbuki indi həmin ərazilərdə çoxmərtəbəli yaşayış kompleksləri ucaldılıb. Hazırki infrastruktur bu qədər su həcmi ilə fiziki cəhətdən öhdəsindən gələ bilmir və biz bu cür hallarla qarşılaşmağa ən azı daha 2 il ərzində hazır olmalıyıq deyə Eldar Əzizov bildirib. Güclü yağıntılar zamanı təhlükəni minimuma endirmək məqsədi ilə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müvəqqəti tədbir kimi leysanlar zamanı tunellərə və körpüaltı keçidlərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulmasını təklif edib. Bakı meri həmçinin külək nəticəsində ağacların aşması məsələsinə də toxunub. Bakı yarımsəhra və çöl iqlim zonasında yerləşir və burada çox güclü küləklər müşahidə olunur. Bu şərait ağaclar üçün heç də münbit deyil. Mövcud iqlim şəraitini, eləcə də baş verən təbii fəlakətləri nəzərə alsaq, ağacların aşması çox vaxt qaçılmaz olur. Lakin mən əminəm ki, təbii fəlakət nəticəsində qırılan ağacların yerində mütləq yeniləri əkiləcək və yaşıl ərazilərimizin sahələri dəfələrlə artacaq deyə Eldar Əzizov vurğulayıb.